Burundi dövləti pul vahidi. Burundi Afrika qitəsinin mərkəzi şərqində yerləşən kiçik, lakin tarixi və mədəni zənginliyə malik bir ölkədir. Dənizə sahili olmayan bir dövlətdir. Paytaxtı Gitega, ən böyük şəhəri keçmiş paytaxtı Bujumburadır. Rəsmi dilləri Kirundu, fransız və ingilisdir. Əhalisi təxminən 13 milyon nəfərə, ərazisi 27.834 kvadrat kilometrə bərabərdir. Müstəqilliyə 1 iyul 1962-ci ildə çatıb. Burundi frankı ölkənin rəsmi valyutasıdır. Ən böyük kağız əskinazı 10.000 frankdır. Müstəqilliyindən öncə Belçika frankı və Ruanda Urundi frankından istifadə edirdi. Daxili bazarda əsas valyuta Burundi frankı olsa da, dollar və avro ilə ticarət də üstünlük təşkil edir. Bir Azərbaycan manatı təxminən 1729 Burundi frankı və ya bir Amerika dolları 2939 Burundi frankı edir.